Vasitəli və vasitəsiz nitq. Dedik ki, vasitəsiz nitq odur ki, başqasının nitqin olduğu kimi demək. Vasitəli nitq odur ki, başqasının nitqini dəyişib istifadə eləmək. Yəni bu nə deməkdir? Danışan kimdirsə, ya bu söhbəti danışan kimdirsə, bax, deyirik ki, söhbəti danışan olur nə? Müəllif. Və biz buna vasitəli vasitəsiz nitqdə deyirik müəllifin nitqi. Başqasının nitqi. Başqasının olduğu kimi. Başqasının nitqi olduğu kimi qaldı. Heç nə dəyişdirmədiksə, bu oldu vasitəsiz nitq. Vasitəsiz. Başqasının nitqi olduğu kimi yox, dəyişdirilsə, hamısını yazıram. Başqasının nitqi dəyişdirilsə. Olacaq nə? Vasitəli nitq. İndi gəlin bu misalından başa düşək. Məsələn, deyirik ki, müəllim dedi. Müəllim dedi. Bax, müəllim dedi. Qoşa nöqtə. Başqasının nitqin olduğu kimi yazırıq. Müəllim dedi. Sabah mən dərsə gəlməyəcəm. Bax, müəllim dedi, sabah mən dərsə gəlməyəcəm. Sabah mən dərsə gəlməyəcəm tam-tamına müəllimin sözüdür. Necə deyib, elə də yazmışıq bura. İndi, müəllim dedi, söhbəti danışandır. Söhbəti danışan həmişə dedik kimdir? Müəllif. İndi demək burada nə gəlir? Müəllifin sözü, qoşa nöqtə, dırnaqlar açılıb burada. Sabah mən dərsə gəlməyəcəm də tam-tamına başqasının nitqi olduğu kimidir. Bu da oldu nə? Vasitəsizlik. Bax, bunun sxeması bundan ibarətdir. İndi onun 5 sxeması var, ayrı-ayrılıqda keçəcək. Hələ ki, burasını demək istədim. Bəs vasitəli nitq necə olur? Vasitəli nitq, vasitəsiz nitqi, vasitəli nitqə çevirəndə, bax, bu dırnaqlar, bu əgər diyalog formasındadırsa, tiredən istifadə olunur da. Yazılır, müəllim dedi, qoşa nöqtə, buradan tire qoyulur, yazılır, sabah mən dərsə gəlməyəcəm. Başa düşdünüz? Bu vasitəsiz nitq iki formada yazıla bilir. Bir də belə qoy yazım hətta onu. Məsələn, deyirik ki, müəllim dedi. Bu cürdə yazıla bilir. Sabah mən dərsə gəlməyəcəm. Yəni, bu iki formada verilə bilər. Belə də verilə bilər, belə də verilə bilər. Biz indi vasitəsiz nitq formasında sxema düşən əsasən budur ki, bu sxemdən istifadə edirik. Bunu vasitəli nitqə çevirəndə demişik ki, başqasının nitqi dəyişdirir.